Tamam xanım, son vaxtlarda bu bildiyiniz kimi bu boşanma halları artıq çox artıb, həddindən çox artıb Azərbaycanda. Ümumiyyətlə dünyada bu artım gedir, bilmirəm niyə. Amma Azərbaycanda daha böyük, yəni faiz nisbətində daha böyük olubdur. İnsanlar niyə boşanırlar? Mart ayında bizim bir dənə işçimiz var, Nərdaranlıdır. Nərdaran da özünüz bilirsiniz də Azərbaycanın belə İslam məkanı demək olar. Bəli, bəli. Və adət-ənənənin köküdür, elə bil. Və orada xanım dedi ki, artıq 50% boşanma var Nərdaranda. Hətta orada da. Hətta oradadır. Onda mən dedim ki, Azərbaycan uçuruma gedir. Bu tendensiya halını alıbsa, bu boşanmalar gətirib buna çıxardırsa, yəni ki, orada da hamısı qol-məğrəbə, ailə qol-məğrəbə qururlar. Əlaqələr çoxdur. Əlbəttə, yox. Ailəvi əlaqələr çoxdur. Xala oğlu, xala qızı, bibi oğlu, dayı qızı. Yəni ki, hamısı bir-birinə qohum olurlar. Hətta orada da boşanma varsa, deməli, doğrudan da sos qışqırmaq lazımdır. Afaq Bəşir qızı gözəl bir söz dedi. Dedi, siz Allah mentaliteti tapsınız, mənə də xəbər eləyin. Görün, bu mentalitet nə olan şeydir. Haramızda qalıb bu mentalitet. Əyni başımızda, əxlaqımızda, hərəkətlərimizdə, hardadır bu mentalitet? Mentalitet yəni ondan əlaqəlidir ki, Harda qoruyub saxlam adət-ənənələrimiz hardadır? Mentalitet olaraq, Azərbaycanlı milləti olaraq, hanı bizim adətlərimiz? Hardadır bizim əlaqələrimiz? İdentifikasiyamızı itiririk də belə. Ham şeyimizi itiririk, kökümüzü itiririk. Kökünü də itirən millət heç vaxt onun axırı yoxdur. O vaxtı Hitler, Goebbels gəlir Hitlerin qabağına və deyir ki, biz nahaq yerə müharibə elədik. Hitler deyir, niyə? Deyir, orada Rusların 24-25 yaşında qızları qız uşaqlarıdır. Baxın, görün bunların necə kökləri var. Adət-ənənələrə necə bağlıdırlar bunlar. Biz gərək onların adətlərin əllərindən alıydıq. Onda zəbt eləməyə çox asan olardı. Müharibə gərək eləməyəydik. İndi elə çıxır ki, faktör olaraq müharibə eləyirlər elə. Elə çıxır ki, müharibə eləməmiş bir millətin adətini əlindən alsalar, o millət zəbt olundu. O millətə heç bir müharibə lazım deyil.